Bir ayda rus dili öğrenmeye çalışırıq. Artıq 5-ci günümüzdür və feilləri öyrənirik. Birinci feilimiz istəmək. Я хочу, mən istəyirəm. Ты хочешь, sən istəyirsən. Он хочет, o istəyir. Мы хотим, biz istəyirik. Вы хотите, siz istəyirsiniz. Они хотят, onlar istəyirlər. Məsələn, что ты хочешь, nə istəyirsən? Я ничего не хочу, mən heç istəmirəm. Я хочу пойти в кафе. Kafeye getmək istəyirəm. Я хочу пойти в ресторан. Restorana getmək istəyirəm. Я хочу пойти домой. Evə getmək istəyirəm. Yaşamaq. Я живу, mən yaşayıram. Ты живешь, sən yaşayırsan. Он живет, o yaşayır. Və s. Где ты живешь? Harda yaşayırsan? Я живу здесь. Mən burada yaşayıram. Где живут твои родители? Sənin valideynlərin harda yaşayırlar? Они живут в Azərbaycane. Onlar Azərbaycanda yaşayırlar. İşləmək. Я работаю, mən işləyirəm. Ты работаешь, sən işləyirsən. Он работает, o işləyir. Məsələn, где ты работаешь? Harda işləyirsən? Я работаю здесь. Mən burada işləyirəm. Я работаю на рынке. Mən bazarda işləyirəm. Я работаю в компании. Mən şirkətdə işləyirəm. Я работаю в частной компании. Mən özəl şirkətdə işləyirəm. Və yaxud da ki, İtti, getmək. Я иду, mən gedirəm. Ты идешь, sən gedirsən. Он идет, o gedir. Məsələn, Куда ты идешь? Hara gedirsən? Я иду домой, evə gedirəm. Я иду на работу, işə gedirəm. Я иду на тренировку, məşqə gedirəm. Я иду к другу, dostumun yanına gedirəm. Bu formalarda istifadə edirik. V, na, k, üçü də istiqamət üçün istifadə olunur. Bunları da yavaş-yavaş öyrədəcəm. Bir də feillərin şəxsə görə dəyişməsinə aid bir video daha var. Onu da bağlantısına şəxsdə yerləşdirmişəm. Orada spirjeniyanın ətraflı şəkildə bəhs edirəm. Onu da mütləq izləyərsiniz.